Son günlər Azərbaycan ordusunda minlərlə hərbçinin güya beynəlxalq sabitləşdirmə qüvvəsi adı altında Qəzzaya göndərilməsi məsələsi dünyanın aparıcı media resurslarında müzakirə olunur. Baxmayaraq ki, Azərbaycan saytları bu məsələyə münasibət bildirməkdən çəkinir. Əslində bu məsələ təkcə hərbi və ya diplomatik qərarla deyil, bu milli ləyaqətimizi, dövlət müstəqilliyimizi və xalqın gələcəyini birbaşa hədəf alan təhlükəli bir oyundur. Bu məsələnin necə bir biabırçılıq və xalqımız üçün tarixi ləkə olacağı ayrıca mövzudur. Lakin indi əsas məsələ bu planın reallaşmasına ardınca baş verə biləcək proseslərdir. Çünki görünən odur ki, bu addım sadəcə dırnaqarası sülhməramlı missiya adı ilə gizlədilən daha dərin və planlı bir siyasi ssenarinin tərkib hissəsidir. Sabitləşdirmə qüvvəsinin gizli mahiyyəti. Rəsmi adı beynəlxalq sabitləşdirmə qüvvəsi olan bu təşəbbüs əslində tam əks məqsədə xidmət edir. Azərbaycan və İndoneziya kimi müsəlman ölkələrinin cuhudlara qul olan rəhbərləri vasitəsilə öz gənclərini Qəzzadakı müharibəyə cəlb etməklə onları dolayısıyla İsrailin cinayətkar planlarının bir hissəsinə çevirmək istəyirlər. Bu addım Qəzzada törədilən vəhşilikləri dırnaqarası beynəlxalq əməkdaşlıq adı altında gizlətməyə və İsrailin cinayətlərinə müsəlman ölkələrinin imzası ilə legitimlik qazandırmağa hesablanır. Başqa sözlə, bu plan Qəzzanın işğalını müsəlman əlləri ilə təsdiqlətmək cəhdidir. İsrailin digər bir məqsədi dırnaqarası sabitlik adı altında müsəlman ölkələrindən toplanan muzlu döyüşçüləri yaxın gələcəkdə İsrailin və müttəfiqlərinin planlaşdırdığı işğal xarakterli əməliyyatlarda alətə çevirməkdir. Bu, təkcə Qəzza əleyhinə yönəlmiş addım deyil, daha geniş və strateji bir planın başlanğıcıdır. Təsadüfi deyil ki, Benyamin Netanyahu media verdiyi müsahibədə açıq şəkildə bildirdi ki, İsrail öz təhlükəsizlik siyasətinə hansı xarici qüvvələrlə əməkdaşlıq edəcəyini özü müəyyən edir. Cuhud rejiminə bu gün ən çox lazım olan şey vicdanını itirmiş, düşüncəsiz və itaətkar bir kütlədir. İsrailin maraqları naminə Qəzzaya girəcək hər bir müsəlman adı daşıyan şəxsin həyata keçirdiyi bir şüar mövcuddur. Cuhud sənə canın fəda. Unutmaq olmaz ki, bu cinayətkar rejimi dəstəkləmək naminə Qəzzaya daxil olan istənilən hərbçi yalnız bir adı daşıyır: işğalçı. Hər şeydən əvvəl bəzi vacib məqamları və Qəzzaya girən muzlulara hansı təhlükələr gözləməsinə diqqət yetirmək lazımdır. Həmasla döyüş. İsrail mediasının iddialarının əksinə olaraq Həmasın vəziyyəti heç də iddia olunduğu kimi zəif deyil. Müqavimət hərəkatı hələ də tunellərin və strateji mövqelərin böyük hissəsini nəzarətdə saxlayır. Fələstin müqavimət döyüşçüləri atəşkəsə qədər İsrail ordusuna qarşı ciddi və itkilərlə nəticələnən əməliyyatlar həyata keçirdi və 2 il dayanmadan mübarizə apardı. Bu, onların mübarizə ruhunun hələ də sarsılmadığını göstərir. Əks halda bəlkə də müsəlman adı altında muzlu döyüşçülərə ehtiyac olmazdı. Əgər belə bir şəraitdə Azərbaycan hərbçiləri beynəlxalq sabitləşdirmə qüvvəsi adı ilə Qəzzaya göndərilirsə, şübhəsiz ki, cuhudların savaşının qurbanına çevriləcəklər. Qısası, Həmasın növbəti əməliyyatlarının hədəfi bu dəfə İsrailin öz əsgərləri deyil, aldadılaraq bu münaqişəyə sürüklənən Azərbaycanlı hərbçilər olacaq. 7 noyabr tarixində Azərbaycanlı hökumət mənbəsi Reuters bildirib ki, İsrail və Həmas arasında Qəzzadakı döyüşlər tam dayanmadan oraya sülhməramlı göndərməyi planlaşdırmır. Lakin bu açıqlama əslində reallığı əks etdirmir və daha çox ictimai fikri sakitləşdirməyə yönəlmiş diplomatik bəhanədir. Çünki Həmas və onunla eyni ideologiyanı bölüşən müqavimət hərəkatları üçün mübarizəsi Cuhud rejiminin tam şəkildə aradan getməyənə qədər bitməyəcək. Azərbaycan hakimiyyəti isə hər hansı qısa müddətli sakitçiliyi dırnaqarası sülh kimi təqdim edərək Azərbaycanlı hərbçilər İsrailin maraqları uğrunda döyüş meydanına göndərə bilər. Hizbullahla döyüş gerçək təhlükə. Hizbullahın gücündən və döyüş təcrübəsindən danışmaq artıqdır. Bu təşkilat illərlə Fələstin məsələsində ciddiyyətli, hərbi və kəşfiyyat baxımından son dərəcə təcrübəli, İslam dünyasında cuhudlar və təkfirçilər əleyhinə misilsiz partizan əməliyyatları həyata keçirən bir güc mərkəzidir. Hizbullahın hər bir əməliyyatı yüksək planlaşdırma, səbr və dəqiqliklə icra olunur. Onların döyüş taktikasını anlamadan qarşılarına çıxmaq intihara bərabərdir. Bu səbəbdən Azərbaycan hərbçiləri anlamalıdırlar ki, Hizbullah Ermənistan deyil, onlarla döyüşə girən çox vaxt geri qayıtmır. Suriya faktoru. Cuhudların digər bir məqsədi isə muzlu müsəlman hərbçilərdən Suriya ərazilərinin işğalına sui-istifadə etməkdir. Suriya ərazisində hazırda təkfirçi qruplarla yanaşı Colaniyə və İsrailə açıq şəkildə düşmən münasibəti bəsləyən bir çox tanınmış və gizli müqavimət qüvvələri fəaliyyət göstərir. Bu qruplar bölgəyə girən hər bir yad qüvvəni, xüsusilə də İsrailin maraqları üçün döyüşənləri birbaşa hədəf hesab edirlər. Azərbaycan hərbçilərinin Cuhud rejimi tərəfindən döyüşməsi isə bu intiqam alovunu daha da şiddətləndiriləcək. İran və müqavimət faktoru. İsraili yer üzündən silməyə özünə məqsəd qoyan müxtəlif ölkələrdə bilinən və bilinməyən müqavimət gücləri mövcuddur. Bu güclər vahid komandanlıq altında bu murdar rejimi aradan aparmaq qarşılarına ən prioritet məqsəd qoyublar. Gələcəkdə bu qüvvələrlə qarşı durma isə ən çətin mərhələdir.
Türkiyə faktoru. İsrail niyə Qəzzada Türkiyəni istəmir? İsrail yaxşı bilir ki, Türkiyə əskəri Həmasa güllə atmayacaq, Hizbullahla döyüşə girməyəcək və Suriyanın işğal planlarına dəstək verməyəcək. Buna görə də Tel Aviv Qəzza əməliyyatlarında Türkiyənin iştirakını istəmir. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bu barədə açıq şəkildə bildirib. Fələstin ərazilərində təhlükəsizliyə Fələstinlilər özləri cavabdeh olmalıdır. Burada belə bir sual yaranır. Nəyə görə Azərbaycan hakimiyyəti dırnaqarası qardaş adlandırdığı Türkiyənin bu ədalətli mövqeyini dəstəkləmir və əksinə İsrailin planlarına səssiz razılıq verir? Azərbaycan hakimiyyəti nəinki bu məsələdə, İsrail və Türkiyə arasında qalacaq bütün məsələlərdə şübhəsiz ki, cuhudların diktəsini qəbul edəcək. Qısası, Qəzzaya gedən yol xalq üçün deyil, ölüm vadisinə aparır. Heç düşünmüsünüzmü ki, Qəzzaya Azərbaycan əskərinin göndərilməsinin xalqımız və dövlətimiz üçün real faydası varmı? Bu addım nə milli maraqlara, nə də Azərbaycan təhlükəsinə xidmət edir. Əksinə, bu başqalarının savaşında qurban verilmək və xalqın övladlarını ölüm vadisinə göndərməkdir. Bu missiyadan xalq və bir dövlət olaraq Azərbaycan deyil, yeganə qazanan hakimiyyətdə daha çox möhkəmləmək istəyən Əliyev sülaləsi olacaq. Onlar üçün bu beynəlxalq aləmdə imic oyunu və şəxsi maraqlarını qorumaq vasitəsidir. Xalqın övladlarının taleyi isə bu planın heç bir yerində yoxdur. Unutmayaq ki, öz torpağı uğrunda şəhid olanların ailələrinə, qazilərə belə lazımi qədər diqqət göstərməyən Əliyevlər rejimi başqa ölkənin torpağında həlak olan əsgərləri heç vaxt xatırlamayacaq. Qəzzaya getmək sülh missiyası deyil, biabırçı bir ölümə imza çəkməkdir. O ölüm ki, tarix boyu lənətə məruz qalacaq.